Salam, bugün inşallah yeni toxmağı yeni öyrənənlər üçün bir video çəkirəm. İnşallah ki, faydalı bir video olar, öyrədə bilərəm. Belə, bizə iplər lazımdır yeni toxmaq üçün. Yəni, yeni öyrənmək üçün mənə sadəcə belə yarımçıq iplər lazımdır. Yəni, bir çox ipə ehtiyac yoxdur. Sadəcə milçə nömrəsi ilə ip nömrəsini göstərmək üçün bu hazır təzə ipi göstərirəm. Hə, təzə ipdə milçə ilə toxmaq 4 yarım milçələr lazımdır. İğnə üçün toxmaq üçün isə 3 yarım. Məndə isə əlimdə hal-hazırda simli iğnə var. Bu 3'dür. Yəni belə uzun simli iğnədir. Mənə belə rahat gəlir, daha rahat gəlir simli iğnə ilə. Bu isə 4 nömrədir. İğnəmiz baxın 4 nömrədir. Hə. Bir də milçəmiz var. Bugün milçə ilə örgənməyi toxmağı öyrədirəm. İnşallah gələn zəfər mil ilə. Mil isə 3 nömrədir məndə. Deməli belə. İp əgər 4, indi burada 4'dür, 4 yarımdır. 4 ilə ya 4 yarımla toxuduğumda mənim əlim bərk boşdur deyə boş olur. Yəni 4-5 ilə 4 yarımla toxusam boş olur. Ona görə də bizə lazımdır, mənə lazımdır 3 nömrə. Çünki mən rahat toxuram. Bir çox toxumalarımı da bununla toxuram 3 nömrə ilə. Yəni nömrələrə baxır da, fərqli-fərqli iplərə baxır, fərqli-fərqli nömrələrdir. İpə uyğun da milçə götürmək lazımdır. Mənim əlim boş olduğuna görə mənə bir nömrə kiçik. İpin ölçüsündən bir nömrə kiçik milçə və bu iplərə də daha çox belə milçələr uyğundur 3 nömrə. İndi isə belə dostlar, toxmağı öyrənək, inşallah ki, öyrətməyi bacararam. Bu belə, ipi götürürük belə əlimizə. İlk öncə zincir toxmağı öyrənirik, zincir atmağı. Baxın. Yəni, ilk öncə siz necə düyün ata bilirsinizsə düyün atırsınız. Sonra isə belə. Bunun içindən keçirdik. Dolaşdı. Hə. Keçirdik. Bu ipi götürürük buradan. Keçiririk bunun içindən. Bir də bu ipi götürürük. Keçiririk bunun içindən. Belə çox asan bir şeydir. Əslində öyrənmək istəyənlər üçün çox asan bir şeydir. Belə. Bu ip burada əlimizdə gördüyünüz kimi. Milçə burada. Milçəni keçiririk ipin içindən. İpi də çıxardırıq ilmənin içindən. Bir də ipi götürürük. Milçənin ipin içindən keçiririk. Yenə ipi götürürük. Milçənin içindən keçiririk. İnşallah ki bunu öyrədə bildim. Aha. Bir daha göstərim. İpi götürürük. Milçənin içindən keçiririk. İpi buradan götürürük. Milçənin içindən keçiririk. Bura qədər öyrədə bildimsə inşallah keçək toxunma qaydasına. Toxunma qaydası isə belə. Bu ilk öncə atkısız ilməyi öyrədəcəm. Yəni inşallah ipin üstündən, milçənin üstündən ip almadan. Baxın, milçənin üstündən ip götürmürük. Salırıq ilmənin içinə. Pulçokumuzu, milçəmizi ipi buradan çıxardırıq. Çəkirik. Baxın, milçədə 2 ip ilmə var. İkisini eyni anda çəkirik. Çox asan. Bu biri ikinci ilməyə keçiririk. Çıxarırıq. Milçədə 2 ilmək var. Çıxarırıq. Çox asandır əslində toxmaq istəyənlər üçün. Baxın. İlməyə salırıq. İpi alırıq. Çəkirik. Çəkdik. Gördünüz? Asandır. Baxın. Tez-tez etmirəm ki, öyrədə bilim.
öyrənə bilərsiniz. Yəni özüm ona görə tez-tez etmirəm, toxumuram. Aha. Bu arada dostlar, kanalımız yenidir. Abunə olub, dəstək olub. Bəyəni, yorum yazsanız sevinərəm. Öncədən təşəkkür edirəm hər kəsə. Yeni bir ilməyə salırıq. Yenidən milçəni çəkirik. Çıxardıq. Bu qədər asan. Baxın dostlar. Çəkdik. Bu sonuncu ilməyimizdir. Sonuncu ilməmizdən də keçiririk. Əslində bura düymə attığımız yer olduğu üçün biraz bərk olur. Çəkdik. İndi isə ikinci sırada yenə eyni qaydadadır. Hər bir ilməyi başlayanda ilk öncə bir zincir atırıq. Hər zaman. Döndük belə. Yenə eyni qaydada dostlar. İlməyin ilk ilməyə saldıq. Çəkdik. İkisini eyni anda çıxardırıq. Baxın, üzərinə milçənin üzərinə ip almırıq. Milçənin üzərinə ip almadan ikinci ilməyə salırıq. Baxın. Rahat göstərim. Baxın. Yenə başqa o biri ilməyə. Hə dostlar. Eyni yerdə qalmışdıq. Belə. Yenə başqa bir ilməyə üzərinə ip almadan salırıq. İlməyi çəkirik. İkisini bir arada çıxardırıq. Baxın. Əgər video tez-tez olarsa, yuxarıda üç nöqtədən vurub azala da bilərsiniz ölçüsünü. Yəni vaxtı da biraz azaldıb rahat şəkildə baxa bilərsiniz. Buyurun. Bu üzərinə heç bir ilmə atmadan türklərdə sıx iynə deyilir, bizdə sıx ilmək, atkısız ilmək, yəni hər cürə deyilir. Kimə necə rahatdır, elə də deyirlər. Baxın. Belə. Gördünüz? İnşallah ki, aydın göstərə bilmişəm. Video çəkməkdə heç də profesional deyiləm, peşəkar deyiləm. Video hazırlamağın yollarını axtarırım hələ ki. Rahat şəkildə göstərə bilmək üçün. Baxın, belə. Bu sıx ilməkdir. Yarım trabzan. Yox, yarım trabzan deyil bu. Atkısız trabzan deyək də. Atkısız. Belə. İndi isə yarım trabzanı göstərim. Əgər bunu öyrədə bildimsə, öyrənə bildinizsə. Çıxarda bilsəm.
İndi isə yarım trabzan necə toxunulur onu öyrədəcəm. Yenə başdan zincir ataraq öyrədirəm ki, həm siz öyrənə bilərsiniz rahat, həm də yeni öyrənə bilənlər üçündür da. Yəni bu video hər kəs bilir ki, bilənlər onsuz da bilir, bilməyənlərə öyrətmək, öyrədə bilək. Ən azı onu bacaraq, ən əsası. Zinciri atırıq, alırıq ipin üstündən, ilmənin içindən çıxardırıq. Bir əlimiz burada, baxın dostlar, bir əlimiz milçədə, bir əlimiz ip burada. İpi götürürük, ilmənin içindən keçiririk. İpi götürürük, ilmənin içindən keçiririk. Yəni heç də çətin bir şey deyil. İlməni götürürük, keçiririk. Götürürük, keçiririk. İnşallah ki, bura qədər öyrədə bilmişəm. Yarım trabzan necə toxunulur, indi isə onu göstərim. Deməli, bu ilməyə deyil, birinci ilməyə deyil, heç vaxt. İkinci ilməyə toxuyuq. İpi götürürük milçənin üzərinə. Baxın, eyni. Milçənin üzərinə götürürük. Buna yarım trabzan deyilir. Atkılı, bir atkılı trabzandan. Kim neçə deyir? Bilmirəm. Baxın, götürdük. Götürdük. Birinciyə keçir. Birinciyə deyil də ikinci ilməyə salırıq. Keçiririk. 3 ilmək var milçəmizdə. 1, 2, 3. Üçünü eyni anda çəkirik. Buna yarım trabzan deyilir. Türklərdə yarım trabzandır. Bizdə atkılı sütun, atkılı ilmək. Nə bilim. Yenə milçəni, ipi milçənin üzərinə keçiririk. İkinci ilməyə salırıq. İpi buradan çıxardırıq, götürürük. Eyni ilməkdən ipi çıxardırıq. 3 ilməyi birdən çəkirik. Oldu yarım trabzan. Yenə ipi milçənin üzərinə alırıq. Digər ilməyə keçiririk. İpi çıxarırıq. Milçənin içindən. Eyni ilməyin içindən. Üçünü birdən çəkirik. Baxın, belə aldı. Yenə ipi götürürük. Digər ilməyə keçiririk. Çıxarırıq. Və təkrar üçünü eyni anda çıxarırıq. Gördünüz? Yenə eynən. Baxın. Yenə təkrar. Digər ilməyə keçiririk. Yenə 3 ilməyi birdən çıxarırıq. Yenə milçənin üzərinə götürürük. Bura hər zaman mənə çətinlik yaradır. İlməyi birdən çəkdik. Yenə hər zamanki kimi ilmək çəkirik. Bir ilmək. Baxın, arxası belə oldu. Önü belə. Deməli belə. Bir sıra daha toxuyaq bərabər. Sonra ikili trabzanı necə toxuyurlar onu göstərəcəm. Yenə üzərinə alırıq. Üçünü birdən çəkirik. Üzərinə ip alırıq. İlməkdən keçiririk. İlk öncə ilk sıra çətinlik olur. Sonraki sıralar çox asan olur. İpi milçənin üzərinə aldıq. Digər ilməyə keçirdik. İpi çəkdik. Üçünü eyni anda çıxartdıq. Milçənin üzərinə ipi aldıq. Digər ilməyə saldıq.
üçünü birdən çıxartdıq. Baxın. İndi isə ikili trabzan necə toxunur onu göstərəcəm. Yəni eyni qaydada zincir çəkirik. Bayaqki kimi. Üzərinə ipi alırıq. Birinci deyil də ikinci ilməyə keçiririk. İpi çıxarırıq. İlməkdə milçədə 3 dənə ilmək var. 1, 2, 3. İlk öncə ikisini birdən çıxardırıq. 2 ilmək qalır. Yəni bu ikili trabzandır. İkili ilmək. Atkılı ilmə, necə desəniz yenə deyirəm. Sizə necə sərf edir. Üzərinə yenə eyni qaydada ip alırıq. Digər ilməkdən keçirib ipi çəkirik. Yenə neçədə 3 ilmək var. İkisini bir çıxardırıq. İndi isə dostlar, ikili ilmək, ikili sütun, nə bilim, kim necə deyirsə, ikili ilməyə necə toxunulur onu toxuyacaq inşallah ki, bunu da öyrədə bilərəm. Milçənin üzərinə ipi alırıq. Milçəni birinci deyil, yenə ikinci ilməkdən keçiririk. Buradan ipi alırıq. Milçənin içindən, ilmənin içindən keçiririk. İkisini birdən, 2 ilməyi birdən çəkirik. 2 ilmək burada qalır. İkisini birdən çəkirik. Buna ikili ilmək deyilir. Yenə ilmənin üzərindən alırıq. Milçənin digər ilməyə keçiririk. İpi çəkirik. Baxın. Yenə eyni qaydada ikisini birdən çəkirik. Milçədə 2 ilmək qalır. 2 ilməyi birdən çəkirik. Baxın. Yenə təkrar milçənin üzərinə alırıq. Baxın. Digər ilməyə keçiririk. Baxın. 2 ilməyi birdən keçirdik. Digər ilməyə eyni qaydada 2 ilməyi birdən, 2 ilməyi birdən. Buna ikili trabzan deyilir, ikili ilmək deyilir. 2 səfərdə çıxardırıq da, yəni bir səfərdə deyil. Baxın, 2 ilməyi çəkdik. Milçədə 2 ilmək qaldı. İkisini birdən. Yenə təkrar. Baxın. Çəkdik. 3 ilmək var. İkisini birdən. İkisini birdən. İnşallah gələn səfərdə iynə ilə necə toxunulur? Millə. Bizdə iynə deyilir, yəni millə deyilir, iynə də deyilir. Mən iynə deyirəm adətən. Milçənin üzərinə. Hə, bu arada bu milçəyə də külçok deyilir. Yəni külçok da deyil. Daha çox külçok deyən var. Mən daha çox külçok deyirəm. Yəni eyni qaydada 2 ilməyi birdən çıxartdıq. İndi isə 2 ilmək. Təkrar sonuncuya keçirdik. 2 ilməyi birdən. 2 ilməyi də birdən keçirdik. İnşallah növbəti videolarda isə bu artıq qalan ilmələri, ipləri necə gizlədə bilərik arasında onu göstərərəm. Onu da öyrədərəm. Təkrar ikinci sıra. Yenə bir ip çəkdik. İlmə çəkdik. Üzərinə aldıq. İlk sıradan başlayırıq. 2 ilməkdən çıxartdıq. 3 ilmək var. İkisini birdən çıxardırıq. Baxın. İkisini birdən çıxardırıq.
Yenə milçənin üzərinə alırıq. 2 ilməyi birdən. İpi çəkirik. Baxın dostlar. 2 ilmək birdən. 2 ilmək isə birdən. Belə. Təkrar. Baxın. Çox asandır. Bu əlimiz hər zaman belə qalır. Barmağımız. Keçiririk. Baxın. Əsas yeni başlamaqdır. Yeni başlayanlar milçəni öyrənə bilən, toxmağı öyrənə bilən, milçə tutub toxmağı bilən istədiyi modeli öyrənə bilər asanlıqla. Yəni ilk çətini bu başlamaq, toxmağı bilməkdir. İstədiyiniz kimi oyuncaqlar toxuya bilərsiniz, geyimlər toxuya bilərsiniz. Yəni ürəyiniz nə istəyir, ondan sonrası asandır. Belə dostlar, bugünlük bu qədər. İnşallah gələn videoda iğnə ilə necə toxunulur, millə. Necə toxunulur, onu toxuyarıq bərabər. Təkrar deyim, yorum yazıb, bəyəni atıb, kanala abunə olsanız sevinərəm. Öncədən təşəkkürlər yenə. İnşallah ki faydalı bir video olmuştur. Çox sağ olun. Baxın, belə. Belə. Önü belə. Belə. İkili trabzan. Arxası da belə. Biraz boş olduğu üçün, yəni video çəkərək toxuduğum üçün, boş olduğu üçün biraz yaxşı biçidə görsənmədi. Amma toxuduqca qəşəng olur. Görərsiniz özünüzdə.